Lara Hanım. Gel. 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 Merhaba. Oradan niye çıkartırsın? Çıkartıp gelin. Çıkartın. Gelin, gelin. Boyunca çıkartın. Bizimki hiç söylem yaptırmaz. Bunların birimiz var. Aile büyük, gazetenin var. Çok var. Hoş geldiniz. Sağ olun. Ben ellerinizi öpebilirim. Yok yok kardeş, ben tanıdım. Ben Hüseyin Akış. Akşam size kalmış. Çok sizler. Çok sağ ol, hoş geldin. Hoş bulduk. Lara Hanım. Buyurun, buyurun. Hele. Bak. Siz böyle buyurun. Yok, işte. siz buyurun, ben buradayım. Ha sen, Ne test sen de kömeğe de. Yok, narahat olur. Evet. Nasılsınız? Nasılsınız? Sağ olun, çok sağ olun. Son günler bizler nasıl hastalanmış. Soğuk da havalar. Havalar. Geçmiş olsun. Geçmiş olsun. Karabiberler yanmadı. Çok sağ olun. Yaxşı, bizdə deməli müsahibəsi getdi, axşam sizinlə danışdıq. Evet, evet. Müsahibədə sizin haqqınızda həmin cümləni işlətmişdi ki, mən Bəxtiyar müəllimi 20 ildir. Arzulayıram ki, görüşüm əllərindən öpüm, gəldi. Evet. Şükür Allah'a. Evet. Hep sizleri Türkiye'den duyuyoruz tabii. Çok geldiniz oradan da İstanbul'a 90'ların başından itibaren geldiğinizi biliyorum. Yani oradan da takip ediyorum. Böyle bir arkadaşlarla da tanışınca sizin elinizi öpmek ve tanışmak Çok sağ olun. bizim için mutluluk verici olacak. Hoş geldin. Sağ olun. Ayrıca özrümüzü de kabul buyurun. Biz böyle bir ev ortamında sizleri rahatsız etmek istemezdik aslında. Biz Kusurumuza şöyle bir bakmayın. Evet. kafede oturup bir çay kahve içeriz diye düşünmüştük ama rahatsız ettik ondan dolayı özür isteyelim. Benim için Türkiye'den kim gelse benim için dünya gelsin. Azap çok güzeldir. Azap. Evet. Benim için Türkiye'den kim gelse əzizim bir kardeşim, bir canımız yer. Biz o işkinle yaşıyoruz. Evet. Aynı aşk bizlerde de var. Yani bizim kardeşlerimiz buradadır. Biz çok memnun olduk sizinle tanışmaktan. Ama Asif Müellim demişti ki akşam size bir Türk generali gelecek. Ben general değilim. General beraberinde polkovnik olsun. Evet, polkovnik general olarak. değilim ben ama zabit. Polkovnik. Arkadaşım da Şimdi zabit. Dün bizde olan Evet, ben arkadaşım da polkovniktir. Bu arkadaşım da binbaşıdır ama tabiptir aynı zamanda, doktordur. Evet. çok Tıp doktoru. Her Harbi, her bir harbi hekimdir. Evet, harbi hekimdir. Evet. Biz burada Azerbaycan ordusuyla beraber çalışırız. çok güzel. Köme geliriz onlara. Çok güzel. Bizim ordu nasıl? İyi oluyor. Daha iyi gidiyor. Çok iyi, Daha iyi doğru olacak. gidiyor. Evet. Allah razı İnanıyoruz. Eğitimleri, çalışmaları, işlemeleri ileriye dönüktür. Bizdeki sistemi Yani siz zabit hazırlıyorsunuz. evet. Tabii ben mesela Harbi Lise'de işlerim, kursantlar var. Onlarla beraberim. Çok güzel, çok güzel. Biz kuvvetli Türk ordusunu arzuluyoruz. Evet, çok teşekkür ederim. Baktın o geçmiş, o berpa olmalı. İstanbul'u fethediye, o ordu. Evet. Yaxşı, su Sağ olun. limonat yox, sansın mı? Ne versin? Yox, su, qazlı su olar. Olur. Çünkü biz bir ananın iki oğluyuz değil mi? Nasıl? Bir ananın iki oğlu evladıyız. Sizin Şiirlerinizde ifadenizle, evet. dersiniz ya bir ananın iki evladı. Ha, Evet, evet. evet. Evet, evet. Osbu ben de çırmanda bir tanışıyorum. İki de öyle evlatlar çoğdu, Ortaça'da bizden. Ama Öğrettim. Ha.
Deyirəm 79-cu ildə bu həsrət bunun içində. Bəli, həsrətləri, zülmətləri fikrimdə əritdim. Mən yaşayıram. Bəli, və yaxud dözüm şeiri. Nereye bağlanır onu? Həsrət o taylı bu taylı Azərbaycan, iki tay, Azərbaycan, İran Azərbaycanı var. Bu Azərbaycan, Sovet dövründə o taylı Azərbaycanın adını çəkmək mümkün değildi. Bahsetmek Olmazdı, olmazdı. Türklerden bahsetmek. Ancaq bu Bəxtiyar müəllim hələ gənc Bəxtiyar ikən 62-ci ildə də Gülüstan. 62 59-da da hətta 59-cu ildə Gülüstan poeması yazdı. Gülüstan. O Gülüstan bilirsiniz, 1828-ci ildə Rus-İran müharibəsində Azərbaycan o müqavilə ilə Türkmənçay müqaviləsini iki yerə böldü. Gülüstanda bağlandı o su və o Gülüstana ilk dəfə olaraq Azərbaycan tarixində 200 il ərzində ancaq Bəxtiyar Vahabzadə əsər yazdı və ondan ötəri bu kişinin nə qədər başı ağrıdı, nə qədər sıxışdırdılar. KGB bunu haralara çəkmədi. O vaxt rəhmətli Heydər Əliyev biraz kömək elədi. Yoxsa kişinin vəziyyəti pis idi. Bəli, rəhmətli Heydər Əliyev o vaxt kömək elədi buna. Yoxsa bu kişi getmişdi. Nə yazırdı orada? O dövrdə axı işğalçı demək olmazdı Rusiyaya. Demək olmaz. Amma bu kişi ona gənc Bəxtiyar ikən bütün gələcəyini, karyerasını zərbə altına qoyaraq və ona yazdı ki, sən işğalçısan, ay Fars, ay Rus, mənim torpağımı iki yerə bölmüsən. Mən dünən Hüseyin bəyə biraz izah elədim. Orada deyir ki, nə qədər verdikcə yenə ver dedi. Yaxşı eləyib bizə biri baran dedi, biri xər dedi. Baran Rus dilində qoyun deməkdir. Qoyun. Bizə baran deyirlər, qoyun. Farslar da xər. Farslar da bizə xər deyir, eşşək. Xər, eşşək, ulaq. Fars dilində. Bu kişi iki işğalçının adını sadaladı və bizi necə təhqir elədiklərini orada açıb qoydu ortaya. Və doğrudan da əlində eynəkli ağa, təsbihli, bunlar təsbihli İranlıdır, eynəkli Rusdur. Eynək gözlük. Bunları orada iki işğalçının adını qoyur üz-üzə, yəni bizim torpağımız işğal olunur. Hem de aşağılıyorlar bizi. Bəli, aşağılayırlar bizi. Bu kişi onları yazdı. Yazdı və nə qədər... Amma çap elə bilmədim. Kitablara verdim, qəzetləri çap eləmədim. Getdim, doğuldum rayona. Rayon qəzetində, bəli. Köyə. Yəni, orada bir kiçik bir qəzet var. Rayon qəzeti. Şəkil fəhləsi. Orada dərc elətdirdim. Sonra yayıldı bütün. İndi yayılıb, hər yerdə var, kitablara salınır, indi var. Amma vaxt yox idi elə demək. Bu kişi böyle risk elədi. İndi bir daha dünənləri baxıram Bəxtiyar. Dözüm şeirinizə. Adətən bizdə belə bir söz var. Deyirlər ki, dözüm. Yəni dözmək lazımdır. Çalışın, dözün. Ancaq Bəxtiyar müəllim nə deyir? Deyir, dözü ağıl, quzu kimi yatan bir dəniz. Ağıl, quzu kimi yatan bir dəniz. Könül bir fırtına, bir tufan. Necə zəhləm gedir bilsəniz, necə? Dözüm. Üzr istəyirəm, həyəcanlandım, çaşdım. Deməli, axırda gəlir elə bir şey var, deyir, dözüm, başdan ayağa əzab, şikayət özündür. Yaşamaq mıdır bu məkər? Dözməmək, azadlıq, dözmək, əsarət. Bir gün azad olmaq bir ömrə dəyər. Bunu Sovet dövründə yazıb. Sovet dövründə azadlıq adı çəkmək olardı mı? Əsarət adı çəkmək olardı mı? Mümkün değil. Dözmək bilsinizdə nədir? Yəni, hər bir əziyyəti, zülmü qəbul eləmək. Amma susmaq. Səbr. Evet. Bizim dildə. Yəni, Azərləşəsində dözmək, yəni bütün istirablara, əzablara dözmək. Səbr etmək. Səbr etmək. Ancaq bu kişi deyir ki, səbr eləməyin. Səbr eləsən, deyir, dözmək köləlikdir, əsarətdir. Dözmə. Yaşasındır, ağıldır, ağıl bir dözümlülükdür. Ürək dözümsüz. Yaşasın, dözümsüz yaşayan ürək. Görün, fikirlərə, sözlərə baxın. Yəni bunu Sovet dövründə yazıb bu kişi. Ona görə də Bəxtiyar, ona görə Bəxtiyardır ki, bunları o dövrdə yaza bilib. Bəxtiyar müəllim, bilirsiniz, hər yerdə olur da, müəyyən insanlar var ki, qiymət verirlər bəzən ki, yox, Bəxtiyar Vahabzadə belə idi. Bir dəfə
Siz onu bilmədiniz, çünki siz bilməyə ehtiyac da yoxdur. Biz sizə həmişə sinəmizi qabağa verməyə hazırıq. Əkrəm əhlisi kimlərdən. Bir yazar var bizdə, Əkrəm əhlisi. O durub biraz artiləskik danışmışdı, hörmətli bəxt. Mən qəzetdə gözəl bir yazı verirdim. Və Əkrəm əhlisi o yazısı biz bilirik ki, o bir İngilis bayrağı deyilən bir söz var. Bilmirəm, sizdə də deyirlər elə söz. İngilis bayrağı belə də əsir, belə də əsir, belə deyirlər. O tez-tez fikrini dəyişən adamlara İngilis bayrağı deyirlər. Bizler öyle yok, öyle de nasıl derler? Ancaq bizdə fikrini dəyişən adamlara tez-tez İngilis bayrağı deyirlər. Dönərdə tez-tez dönür fikrindən. Bu Əkrəm əhlisi də, bu yazar da belə bir insandır. Və durub o insan, belə bir gözəl insana, ağsaqqalımıza artıq eski söz demişdi. Mən onu, özü də tələbə, onun şagirdi olub, tələbəsi olub, öyrəncisi olub bunun. Ancaq mən götürdüm onu, çox gözəl, bütün onun əsərlərinin iç yüzünü açdım, qoydum ortaya, Əkrəm əhlisi, sən busan. Onun bir gülyanaqdır, nədir bir hekayəsi var idi. Bəxtiyar müəllim, Azərbaycan mentalitetinə yaraşmayan bir orada obraz yaradır. Üzr istəyirəm, mən çox hamilə qadını araq dalayıcı göndərir. Kişisi, öz kişisi, hamilə qadını araq dalayıcı. Bu Əkrəm əhlisinin yanaşmasıdır. Güya. Güya. Ancaq mən onu açdım, onu bəxtləri götürdüm, ortaya qoydum, onun əsəri. Bu bildiğiniz pilav ama pirinci farklı. Biz bu pirinçten bilmeyiz. Hüseyin'in bize haber vermediği kadar varmış yani. Kendisi yalnız götürücüymüş. Kendisi. Senin hiçbir şeyden haberin yoktu. Dur. Ben az alayım. Eğer Ben de yiyorum. Ben az alayım. Ne kadar yersiniz? O kadar alırız. Çok fazla. Ama biz Türkiye'ye gidelim, Ankara'ya gidelim çok bu kadar yemeyiz. Orada çok yiyebilir. İştahımız artar orada. ben yemesem de olur. Kendi yani şöyle mutluyum. Ben de şairlere, şiirlere çok düşkün bir insan. Yani öz hayatımda Türkiye'de Bahtiyar Bey'i, Bahtiyar Muallim'i burada görmekten, onun evine misafir olmaktan benim de karnım doydu. Yani insanlar gıdasını gönülleriyle, özleriyle alır. Yemeklerle almaz, öyle değil mi? Evet. Yani düşünceleriyle, duygularıyla, kalpleriyle alır. Ben de çok doydum. Çok ayrı bir mutluluk hissediyorum kendine ama hakikaten arkadaş teşekkür ediyorum Hüseyin Bey'e, sağ olsun. Bahtiyar Muallim, kursaklarla işlerken Harbi Lise'de kursaklarla beraber işleriz onlarla. Bu Nuri Paşa'nın harekatı vardı. Onu çıktım anlattı. Nasıl bir alkış koptu bilirsin? O çocukların gözlerindeki ferleri nasıl hepsi böyle. Bütün kursantlara 3 defa aynı şeyi anlattı. Nuri Paşa gelip böyle 18. yılda. 18. ilde ve onları hiç bilmemişler. Ama biz bunları yeni yeni anlatırız. Kardeşim yaptığı kömekliği, bunları bilmelisiniz. Yarın bizim başımıza bir iş gelende bize bizden başka kimse yine kömek etmeyecek. Bunu da bilin diye kursantlara hep nasihat veriyorum. Çok sağ olun. Şimdi Azerbaycan'a hiçbir millet yoktur ki karşılıksız, bedelsiz, kıymetsiz bir yardımda, kömekte bulunsun. Ama o millet sadece Türk milletidir, Türkiye halkıdır. Karşılıksız, çünkü kardeştir. Rus gelir, karşılığında bir şey ister. İngiliz gelir, karşılığında bir şey ister. Ya petrolünüzü almak ister, ya onu ya bunu. O yüzden Amerikan gelir, İran'ı buradan vurmak için veya başka emelleri vardır. Onu Özel kanallar yok idi. Televiziyanı partladıblar, enerji bloku partlayıb, heç yerdə informasiya yox. Bir dənə Azadlıq radiosudur, dənə-dənə oradan informasiyalar gedir, Amerikanın Azadlıq radiosu, bürosu. Hər yer bağlıdır, heç nə, hər yer əli avtomatlı Rus əskərləri, özü adi əskərlər deyil, könüllü çağırılmış xüsusi sadist, belə o qəddar əskərlərdir. Yaşlılar, sifətləri belə, çox əcaib bir ermənilər də olub içində. Hər yeri mühasirəyə alıblar. Heç yeri qoyun. Ancaq Bəxtiyar Vahabzadə gəlirdi Azərbaycan televiziyasında radioya keçib azadlıqla danışsın. Bu dəmdə Ovçinnikov adlı bir Rus generalı var. Gecə bizi qıranlar. O uzaqdan görüb əskərlər kəsib Bəxtiyar müəllimin qabağını. Bəxtiyar müəllim avtomatı belə itələyib ki, mən öz torpağımdayam. Nə kəsirsən mənim qabağımı? Artıq general yaxınlaşıb ki, bu kimdir içəri girir. General içəri